Əməliyyat zamanı sosial şəbəkələrdə canlı yayım açan həkimlərə xəbərdarlıq edilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Xəzər xəbərə bildirilib ki, son zamanlar mediada və sosial şəbəkələrdə həkimlərin canlı yayım açması faktları ilə bağlı müvafiq qanunvericiliyə əsasən araşdırmalar aparılır. Həkimlərin etik davranışların qaydalarının təsdiq edilməsi barədə əmr var ki, həmin əmr bütün müəssisələrdə bu kimi hallar yaşandığı halda onlara məlumatlandırılır ətraflı qaydada. Eyni zamanda xəbərdarlıqlar da edilir. Zərurət yarandığı halda, yəni artıq yoxlama keçirilibsə, cərimələr tətbiq edilir bu kimi hallar. Yəni heç bir həkim etik qaydaları pozmadan heç bir müsahibə verə bilməz, yaxud mediada müəyyən bir məqamları nəzərə almadan, yəni etik qaydalara riayət eləmədən hər hansı bir çıxışında bu işlərə riayət eləməlidir. Reklam xarakterli məsələlərdən çəkinməlidir. Mərkəzdən o da bildirilib ki, əməliyyat zamanı çəkiliş yalnız elmi tədris məqsədi ilə tam sanitar-gigiyenik qaydalara riayət edilməklə cərrahiyyə otaqlarında xüsusi tələblərə uyğun quraşdırılan texniki avadanlıqlar vasitəsilə həyata keçirilə bilər. Bu qaydalara əməl etməyərək digər avadanlıqlarla çəkilişlərin aparılması gigiyenik qaydaları pozur və infeksiyanın yayılması üçün münbit şərait yaradır. Belə ki, deyək, hər hansı bir hüquqi şəxslər yaxud da ki, təşkilatlar bunlar onların marağını müdafiə etmək məqsədi ilə heç bir həkim öz vəzifəsindən sui-istifadə etməməlidir. Əks halda reklam yönümlü məsələlərdir. O baxımdan da Azərbaycan Respublikasının reklam haqqında qanuna müvafiq olaraq bu cür hallar aşkarlanarsa, deyək ki, tətbiqinə icazə verilməyən hər hansısa bir müalicə, diaqnostika, reabilitasiya işləri reklam olunarsa, həmin vaxt İnzibati Xətalar Məcəlləsinin 428.4 maddəsi ilə məsuliyyətə cəlb oluna bilərlər. Vəzifəli şəxslər 300 manatdan 500 manata qədər məbləğində, hüquqi şəxslər isə 1000 manatdan 2000 manat məbləğinə qədər cərimə oluna bilər. Vətəndaşlara bir daha xatırladırıq ki, özəl tibb müəssisələrində və aptek təşkilatlarında üzləşdikləri hər hansı problemlə bağlı Analitik Ekspertiza Mərkəzinin bir pəncərə sistemi 012 596 0520 qaynar xətti, həmçinin im@farma.az elektron ünvanı və ya farma.az saytının müraciət bölməsi vasitəsilə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, plandan-kənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir deyə qurumdan bildirilib. Nərmin Məmmədhəsənli, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.